Texnoloji Azərbaycan kanalından hər kəs salam. Yeni videomuza xoş gəlmisiniz. Bugünkü videomuzda VMware Workstation'da bir virtual maşın yaradıb, ora əməliyyat sistemi olaraq VMware'in ESXi-ni yazacaq. Bildiyiniz kimi ESXi serverlərə yazılan əməliyyat sistemidir. Normal client kompüterlər üçün nəzərdə tutulmayıb bu əməliyyat sistemi, lakin biz bunu praktik etmək üçün şərt deyil ki, biz bunu hər hansısa bir server üzərində quraşdıraq. Biz bunu elə normal kompüterimizdəki virtuallaşdırma proqramına da yazıb, orada istədiyimizi edə bilərik. Ən azından praktik etmək üçün işimizə yarayacaq. Bu videoda mənim yazacağım ESXi-nin versiyası ESXi 8 olacaq. Mən sizə videonun aşağı hissəsində ESXi 8-in linkini paylaşacağam. İstəsəz oradan ESXi 8-i yaza bilərsiniz. Daha sonra bizə VMware'in Workstation proqramı lazım olacaq. Belə, VMware'in Workstation proqramı ilə bağlı bizdə kanalda əvvəldə çəkilmiş bir video var. Biz o videoda virtual maşın qaldırıb ona əməliyyat sistemi olaraq Windows yazmışdıq. Bugün isə ESXi yazacağıq. Server əməliyyat sistemini yazacağıq. Deməli, biz yeni bir virtual maşın yaratmalıyıq. Bunun üçün create a new virtual machine seçəcəyik. Recommended olaraq elə tipikal deyil. Biz də tipikal seçib davam edəcəyik. Burada deyirik ki, əməliyyat sistemini sonra seçəcəyik. Next eləyirik. Burada isə yazacağımız əməliyyat sistemi bizdən soruşur. Biz təbii ki, ESXi yazacağımız üçün burada bunu seçəcəyik və versiyalarından bizdən soruşur. Hansı versiyanı yazacaqsınız? Biz ESXi 8 yazacağıq. Onun üçün də bunu seçib next edəcəyik. Virtual maşınınıza deyir ad verin. Burada da istəsəz location'ı dəyişdirə bilərsiniz. Fərqli hard diskiniz varsa, əgər sizin virtual maşınları yazmaq üçün elə o hard diski seçib onun içinə də yaza bilərsiniz. Bunu sizə təyin etdiyi default adresə də yaza bilərsiniz. Belə, mən öz location'ımı seçdim və next edirəm. Burada maksimum disk size bizə 142 GB yazıb. Recommended size olaraq VMware deyir ESXi 8 142 tələb edir, yəni 142 GB tələb edir. Biz də bunu onsuz da split edəcəyimiz üçün bizdən 142 GB-ı elə bu dəqiqədə kəsib götürməyəcək. Əgər ehtiyac olarsa, 142 GB-a qədər çıxa bilər. Ona görə də store eləmək əvəzinə biz burada split edəcəyik ki, faktiki məsəl üçün 10 GB istifadə edibsə, ESXi-nin həcmi, yəni 10 GB-dırsa, elə bizim hard diskdən 10 GB çıxsın, istifadə etdikcə daha da çoxalsın. Seçdikdən sonra next edəcəyik. Burada ümumi bizdə summarization'dır ki, biz görək virtual maşınımıza hansı hardverlər vermişik. Gəlin bir yenidən baxaq. Deməli, RAM olaraq 4-dür, CPU 2-dir, disk olaraq hələ taxmamışıq. Gəlin də diski burada taxaq. Disk dediyimiz ISO image faylıdır, yəni ESXi-nin əməliyyat sisteminin ISO faylıdır. Seçək onu da. Belə, network adapter NAT da qalacaq, USB controller H, display də H. Burada prosesordan bir dənə virtualize Intel VT-ni, VTX-i falan bunu bağlayacağım. Çünki bu açıq qalanda məndə error verir. Olubsun sizdə verməsin, amma baxın, əgər error versə bunu açıb və yaxud da bağlaya bilərsiniz. Mən bağlayacağım hal-hazırda. Okay, close elədik və finish edəcəyik burada. Unable to create a new virtual machine. The system cannot find the path specified. Ola bilsin biz burada boşluq buraxmışıq. Bəlkə onun üçün ola bilər. Bir dənə yenidən qayda qura. Baxaq. Okay, next. Burada hər şey qoyduğumuz kimi deyəcəyik ki, disk taxmışıq, bağlamışıq, close, finish. Okay, bəli. Problem oradaydı, bir dənə space olmuşdu deyə. Biz virtual maşını yaratdıq və hal-hazırda ESXi bu virtual maşını quraşdırılmağa hazırdır. Disk olaraq da taxmışıq elə bir serverə. Power on this virtual machine eləyirik. VMware-in logosu gəlir və bizi ESXi-nin boot ekranına yönləndirəcək. Gördüyünüz kimi loading ESXi installer. Bu şəkildə elə bu ekranda bizim əməliyyat sistemimiz yüklənəcək. Bu proses təxmini 5-10 dəqiqə ərzində çəkə bilər. Elə bu cür gedəcək, öz-özünə restart eləyəcək və açılacaq. Mən açılan yerdə necə görsənir, oradan videonu davam elətdirəcəm. Ondan sonra göstərəcəm necə daxil olmaq olur ESXi-yə. Baxın, gördüyünüz kimi burada yazır VMware ESXi 8, VMware Inc, VMware bu kompüterin burada adını falan göstərir. Sadəcə biz virtualda olduğumuz üçün hər şeyə VMware yazır, keçir. Bizə burada CPU-muzu göstərir, sonra neçə GB RAM verdiyimizi göstərir virtual maşına. Bizim hardware-ilə bağlı məlumatlar verir bizə. Burada da hal-hazırda elə ESXi-nin yazılma prosesi gedir. Bu şəkildə gedir, sonra təzədən restart olacaq. Restart olduqdan sonra bizə ESXi-yə girişə icazə verəcək. Belə bir ekran gəldi. Burada enter edib continue eləyəcək. Burada sözləşmələr də bunu qəbul etmək üçün F11 basacaq. Burada device-lara baxır, diskləri axtarır, görək hansı disk var, əməliyyat sistemini hara yaza bilər. 142 GB-lıq elə bizim təyin etdiyimiz virtual hard diski tapdı. Enter edərək bu diski seçirik. Burada bizim keyboard layoutumuzu, yəni US olaraq davam edirik. Deməli, burada şərtlər nədir parolda? Böyük hərf olmalıdır, kiçik hərf olmalıdır, rəqəm olmalıdır və nida, sual kimi belə bir şeylər olmalıdır. Gəlin bizdə bir parol təyin edək. Eyni yazdığımız parolu aşağıda yazırıq və enter edirik. Okay. Yenidən enter edəcəyik və burada bizə confirm. Həqiqətən də deyək ki, əməliyyat sistemi yükləyirəm, əminsənmi? Okay. F11 basırıq və ESXi-nin installation progressi başlayır. Enter edərək reboot edə bilərsiniz. Seçəcəyik enteri. Reboot etdikdən sonra səhv eləməmisiz açılmalıdır. Biz ESXi-nin user interfeysinə girə bilməliyik. Yəni web browser üzərindən.
Artıq ESXi açıldı. Deyək ki, to manage this host, go to IP adres verdi bizə. Okay, gəlin burada yazdığı bizə 12 IP adresini və browserimizə yazaq və ESXi-nin user interfeysinə daxil olaq. Bunun üçün gəlirik Google Chrome-u açırıq və yaxud da hər hansı bir browser olar, fərqi eləmir, yəni sizin istifadə etdiyiniz. Ora gəlirsiniz və axtarış yerinə 12 yazırsınız. Məndə Kaspersky antivirus olduğu üçün mənə belə bir ekran çıxar da sizdə olmaya bilər. Bu sertifikat olmadığı üçün bildiriş verir. Biz deyirik, davam eləmək istəyirik. Gördüyünüz kimi belə bir ekran bizi qarşıladı. VMware ESXi Host Client. Username və password yerinə, password olaraq bayaq sizin təyin elədiyiniz password yazırsınız. Username yerinə isə root yazacağıq. Yazaq root. Bayaq da mənim təyin elədiyim passwordu daxil edirik. Okay. Never a day. Aha. Help us improve the VMware host client. Belə bir bizə, belə deyim, experience-inizi bizlə bölüşün. Bizim də proqramımızı gəlişdirməyimiz üçün bizə yardım falan eləyin. Ona görə bu proqramı qoşulmaq üçün bunu elə quşu qaldırarsınız buradan. OK edərsiniz, yəni bu ehtiyac yoxdur. Gördüyünüz kimi ESXi 8-in user interfeysi bu formadadır. 7-də fərqli idi. Deməzdim tamamilə fərqli idi, amma bəzi məsələn ikonlarda fərqliliklər var. ESXi 7-də biraz fərqlidir, başqa cürdür. Amma menyuların ardıcıllığı, manager olsun, monitor olsun, virtual machine olsun, storage olsun, networking olsun, bunlar eynidir. Yəni siz əgər ESXi 7-nin üzərində işləmisinizsə, 8-də də məncə işləyə bilərsiniz. Çox da fərqliliklər yoxdur o qədər də. Sadəcə görünüş olaraq fərqliliklər var. Burada da bizim hardverimiz haqqında gördüyünüz kimi məlumatlar verir. Default gateway'imiz, DNS serverimiz falan, yəni hamısı burada var. Gördüyünüz kimi IP adresi də bizim bayaq yazıb girdiyimiz IP adresdir. Burada bəzi məlumatlar var. Data store'lar 1. Data store 1 VMFS 6 ilandır versiyası olaraq. Belə deyək, file sistemi VMFS-dir və 6-cı versiyasıdır. Kapasitesi 13.75-dir. Free olan hazırda 12.34-dür. Burada da bunun haqqında məlumat əldə edə bilirik. vMotion dəstəkləyir. Imaging Profile bizim ISO-muz haqqında burada məlumat yazır. Hewlett Packard Enterprise HPA-in ISO-sudur bizim yüklədiyimiz. Ona görə burada belə yazır. System Information, burada sistemlə bağlı məlumatlar var. Performance Summary Last Hour, bu son saat ərzində performans göstəricilərdir. Ümumi bu ekranda, yəni hostun ekranıdır. Bir çox şey bir yerdə göstərən yerdir. Burada shutdown eləyə bilərsiniz, reboot eləyə bilərsiniz, refresh eləyə bilərsiniz. Bu videoda user interface haqqında danışmayacaq çox. Sadəcə tanış eləmək üçün göstərirəm. Növbəti videolarımızda bu ESXi haqqında daha ətraflı videolar gələcək. Burada da manage bölməsi var, yəni idarə bölməsi var. Advanced Settings, Auto Starts və Time and Date və inşallah növbəti videolarda bunların hər birinə toxunacaq. Evaluation mod hal-hazırda biz test modundayıq. 60 gün orada da bəyənəm gördünüz yoxsa yox. Bizə gördüyünüz kimi burada You are currently using ESXi in evaluation mode. Yəni siz elə bil hələ ki test edirsiniz. Lisenziyanız 60 gündən sonra bitəcək. 60 gündən sonra lisenziya bitəndə biz artıq burada olan bir çox funksiyaları istifadə edə bilmirik. Çünki pulsuz versiyadır bu və müddət verib də yoxlamaq üçün. Ondan sonra yeni lisenziya almaq lazımdır bunun üçün. Virtual machine yeridir. Burada virtual maşınlar qaldıra bilirik. Storage yeri var. New data store əlavə edə bilərsiniz. Yəni yeni hard disk əlavə edə bilərsiniz. Burada yeni adapterlar haqqında məlumatlar var. Devices var. Taxılan görürsünüz bu disk kodumuzdur bizim. Bu hard diskimizdir. Belə bu qədər. Burada hələ ki sizə bu videoda göstərəcəklərim bu qədər idi. Biz bu videoda ESXi yazmağı gördük. Görək ki ESXi yazılma prosesi necədir və ESXi 8-də ümumi görünüş necədir. Dediyim kimi 7-nin üzərində işləmisinizsə 8-in də üzərində işləyə bilərsiniz. Bu sizin üçün çətin olmaz. Bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Yeni videolarda görüşənədək kanalımıza abunə olaraq kanalda yerləşdirilən bütün videolardan da xəbərdar ola bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Yeni videolarda görüşənədək hələlik.